poşet alırdım. Bura. Zapaskam təptəzədir ya. İşləmir. Deməli, əvvəldən burada belə bir keçə kimi bir şey vardı. Bunu çıxardıb rədd eləyəcəm burada. Bunlar hamısı söküləcək. Özümüz avod istehsalı olan keçədir. Bir hamısı şeydir, bunu qopartdım buradan belə. Heç bir əhəmiyyət yoxdur. Sonradan üstünə qoyaram yəqin, amma belə tək bunun alınmaz da, yəqin ki. Artıq tam olaraq təmizləmişəm, toz soranlamışam, silmişəm, tərtəmiz. Demək olar ki, toz yoxdur. Bu işdə fen mütləqdir də, yəni fenlə bunu qızdırsaq, düşünürəm ki, uzun müddət qalır. Yəni yapışqanlığı yaxşı olur. Sadəcə olaraq bunun arxasında yapışqan kağız var, açacağım inşallah. Buna fenləyəcəm, sonra yapışdıracağım yerinə. Gəlmişdim, bu videonu çəkməkdə bir dənə də məqsədim var. Deməli, həm belə dedə, səsin qabağını almaq istəyirəm. Yəni, bagaj hissədə səs olmasın və bu video inşallah YouTube'da olacaq. Yəni, göstərmək istəyirəm ki, maşının arxasında şükür Allah, vuruq udar. Yəni, yoxdur da, sabah Allah qoysa, dinə baxsa maşın satanda, bəzən maşın alanda biz özümüzdə bagajına baxırıq, görək vuruq zad yoxdur. Belə izolasiya zad olanda da biraz şübhəli qalır. Amma belə indiki variantda, yəni vəziyyətini çəkirəm ki, yəni şükür Allah heç bir vuruğu, udarı, zədəsi falan yoxdur. Maşın burası təmizdir. Yarı hissə hazırdır. Çox qəşəng belə bir şey oxşuyur. Xoşum gəldi əslində. Belə. Özü yaxşı yapışır. Demək olar ki, hazırdır. Qalı biraz artıqlarını kəsmək, bir də bura kusokları vurmaq və salam. Artıq hazırdır. Maşının arxa hissəsində yığmışam və salam.